Salam kanal izləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə 11-ci siniflərimiz üçün həm dərs qruplarında, həmçinin ödənişsiz qruplarımız ki var, hansı ki orada paylaşdığımız quizin izahlarını vermək istəyirəm. Quizimiz tamamilə buraxılış mövzularını əhatə edir və mövzu sınavıdır hansı ki. Gəlin keçid eləyək suala. Sualın ilki belədir ki, 3 üstü n plus 2 minus 2 vurulsun 3 üstü n, 3 üstü n minus 1 plus 2 vurulsun 3 üstü n'in qiymətini tapın. Quizi əldə etmək istəyənlər ekranda görülən WhatsApp nömrəsinə yazıb. Ödənişsiz qruplarımız da var, həmçinin dərs qruplarımızda da bu kimi quizlər tez-tez işlədilir tələbə şagirdlərə. Deməli, burada nə etmək lazımdır? Göründüyü kimi burada ortaqlıq 3 üstü n'dir. 3 üstü n'imi ötürəsə xaricinə çıxarırım. Qalır 3 üstü 2 minus 2. Bəs buradan nəyi çıxara bilərsiniz? Əslində 3 üstü n minus 1'i rahatlıqla çıxarmaq olar. 3 üstü n minus 1'i çıxarsam nə qalacaq burada? Burada qalacaq 1, burada qalacaq 2 vurulsun. Uşaqlar 3 üstü n'i 3 üstü n minus 1'e bölürsünüz. Bir dənə də 3 qalacaq burada. Hansı ki elə bir ədəd yazmalısan ki, vuranda 3 üstü n'e bərabər olsun. 3 üstü 2, 9, 9 çıx 1, 7. Burada da həmçinin 7 elədi. Burada 3 üstü n minus 1, burada da 3 üstü n. 7'lər gedir mi? Gedir. Qalır burada nə? 3 üstü n'in 3 üstü n minus 1 olan nisbəti böləndə də üstlərin çıxsanız 3 üstü 1. Yəni sualımızın cavabı 3 olacaq. Doğru cavabı. Bu oldu birinci sualımızın izahı. Gəlin keçid eləyək ikinci suala. İkinci sual düzbucaqlı və düzbucaqlının perimetrinə aiddir. Gəlin baxaq suala. Deməli ikinci sualda deyir ki, düzbucaqlıdır. Düzbucaqlının hansı ki perimetri 70'dir. Eni A olsun, uzunu B. Perimetri 70'dir. Eni ise uzunluğundan 15 santimetr kiçikdir. Eni uzunluğundan 15 santimetr kiçikdir. Bu düzbucaqlının eni uzunluğunun neçə faizini təşkil edir? En uzunluğun neçə faizdir? Sizdən bunu soruşur uşaqlar məsələdə. Bəs çətin məsələ deyil. Gəlin baxaq. Perimetri necə tapırsınız? 2 vurulsun. En üstəgəl uzunluq. Bu bərabərdir neçəyə? 70'e. 2x minus 15'imiz 72'ye böldükdə 35. 2x bərabərdir 35'in üstü 15 gələk. Bu eləsin bizim üçün deməli 50. 50'ni də 2'ye bölsək 25. O zaman belə çıxır ki, bunun uzunluğu 25'dir. 25'dən 15'i çıxarsaq bu hissədə isə 10 cavabı alaram. Sual verir ki, eni uzunluğunun neçə faizidir? Ona görə 25 məxrəcdə, 10 isə surətdə yazaram və vuraram neçəyə? 100%. 100 ilə 25'i getdi 4. Doğru cavabımız neçə faiz olacaq? 40% olacaq uşaqlar. Keçirik növbəti suala. Növbəti sual üçbucaq sualıdır. Üçbucaq sualında gəlin görək bizə nə deyir. Deməli, üçbucaq sualında deyir ki, tənböləni, üçüncü sualdan söhbət gedir. Tənböləni 15 kök altında 3 olan düzgün üçbucağın. Uşaqlar, düzgün üçbucaq nə idi? Düzgün üçbucaq bərabər tərəfli üçbucaq idi da. Bəs bərabər tərəfli üçbucağı bir təsvir eləyək. Əslində düsturla deyə bilərəm. Median, tənbölən, hündürlük bərabər tərəfli üçbucaqda hər üçü eynidir. Və bu nəyə bərabərdir? A kökdə 3 bölü 2'yə. Amma düstura ehtiyac yoxdur. Bunlar 90'dır, bura 60'dır, burada 30'dur. 30 dərəcə tənbölənimiz 15 kökdə 3'dür. Deməli 30 dərəcənin qarşısındakı 15. 60 dərəcənin qarşısındakı 15 kök altda 3'dür. Bura 15'si hipotenuzda 30'dur. Yəni üçbucağın tərəfi 30'dur. Sizdən də soruşur perimetrini tapın. Perimetr 3 ayla hesablanır. 3 vur. Neçə? 30. Onda bizim üçbucağın perimetri nə qədərdir? 90'dır. Bax, sadə bir məsələdir. Bu da olur D variantı sualda. Keçid edirik növbəti suala. Növbəti sualımızda görə nə deyir bizə? Deyir, xaricinə çəkilmiş çevrənin radiusu 5 cm olan düzgün altıbucaqlının perimetrini tapın. Uşaqlar, söhbət düzgün altıbucaqlıdan gedir. Dördüncü sualda. Təsəvvür edin, baxın, belə bir altıbucaqlı çəkilən. Düzgün altıbucaqlı nədir? Bütün tərəfləri, ümumiyyətlə düzgün çoxbucaqlı dediyimiz nədir? Bütün tərəfləri və bütün bucaqları bərabər. Biraz şəklimiz yaxşı olmadı. Amma yox, bucaqları da eyni. Və düzgün altıbucaqlının bizdən baxın, xaricinə çəkilmiş çevrənin radiusu. Bunun xaricinə çəkilmiş çevrədən danışır.
Xaricinə çəkilmiş çevrənin radiusu əgər bizə veribsə ki, hansı ki neçədir? Radiusu 5-dir. Radiusu 5-dir. Altıbucağlının perimetrini istəyir. Bir şeyə fikir verin. Əgər radius verilibsə, xaricinə çəkilibsə, R bərabərdir A bölünsün 2 sinus 180 bölünsün n düsturundan da istifadə edə bilərsiniz. Və uşaqlar, buradan nə görünür onsuz? Siz bunu da uzatsanız, burada 5-dir. Altıbucağlının bir bucağı nə qədərdir? 120. Yarıya böləcək 60-60. Burada bir düzgün üçbucaq alınır. Və belə çıxır ki, düzgün altıbucaqlının radiusu, xaricinə çəkilmiş çevrənin radiusu elə onun tərəfindən eynidir. Yəni radiusu 5-dir. Bu qədər bəsit, amma bizdən perimetrini soruşur. Radius tərəflə eynidirsə, perimetrini də rahatlıqla taparsınız. Lakin istəyənlər bu düsturla da hesablaya bilər. Deməli, bizdən radiusunu verib 5, R'in yerinə 5 yazın. Tərəfi yoxdur. Sinus 180, n də 6-dır. Sinus 30 dərəcə. Göründüyü kimi buradan A çıxır 5. A5 isə perimetri nə qədərdir? 6 dənə 5-in perimetri də 30-dur. Bunu ümumiyyətlə yadda saxlayın. Düzgün altıbucağlının radiusu elə onun tərəfinin uzunluğuna bərabərdir. Gəlin indi keçid eləyək 5-ci suala. 5-ci sualda deyir ki bizə A kvadratı bərabərdir 24 vurulsun B ifadəsi var və A və B natural ədədləri üçün A plus B cəminin ən kiçik qiymətini tapın. Uşaqlar, bu tipli tapşırıqlarda nə etmək lazımdır? Hansı ki, bu qəbul sualıdır, buraxılış sualıdır hansı ki. A və B natural ədədləri üçün deyir. A və B-nin ən kiçik qiyməti. Birinci, bu kvadrat olmalıdır. Neyinsə kvadratı. Onda siz o 24-ü vurğulara ayırın. 2-nin kubu vur 3, vur B. Baxın. Kvadrat olmaq üçün bu ən azı üzəri 4-ə tamamlanmalıdır. 3-ün də bir dənəsi var. Bir dənə də 3 olmalıdır. Yəni bu B-nin içində əgər bir dənə 2, bir dənə 3 olsa, o zaman sizdə ədəd olar 2 üstü 4, 3 üstü 2 və bu bir kvadrat olar. Kvadrat olmaq üçün üzərləri cüt ədədlər olmalıdır, məlum məsələ. Və A kvadratı bərabər olar nəyin kvadratına? 2 üstü 2 vur 3-ün kvadratına, düzdürmü? Fikir verin. Deyir A kvadrat olsun. Üstü 3-dən kvadrat olmaz. Ən azı dediyi üçün ora bir dənə 2 lazımdır ki, üstü cütə çevrilsin. 3-dən bir dənədir, bir dənə də 3 lazımdır. Yaxşı, bunu başa düşdük. Onda bu bərabərdir nəyə? 2-nin kvadratı 12-nin kvadratına. Yəni A'mız neçə olmalıdır? 12 olmalıdır. Kvadratlar, burada kvadrat var, burada da. B'mizi tapmışdıq. B'mizə də nə yazmışdıq? Demişdik B 2 ilə 3 olar. 2 üçündə B də 6 olar. Onda 12 üstəgəl 6 bu ifadənin ən kiçik qiyməti nə qədərdir? 18-dir. Bu da benim. Keçirik digər suala. Sualların hansı ki ilk 10 sual lövhədə izah verəcəm. Geri qalanı ekranda görəcəksiniz sualları. Sualları görməyinizə görə digər tərəfin ekranda izah verəcəm. 6-cı sualda görün nə deyir? A kubu ilə B kubunun cəmi verilib ki bizə, yox başlayın, A kubu B kubu verib. A minus bu sadə bir sual uşaqlar. Bunu məncə hər biriniz yazan kimi lövhəyə verəcəksiniz. Çox bəsitdir. Baxın, məxrəci sadələşdirsəniz A kvadrat minus 2AB topla B kvadrat topla AB. Müxtəsər vurma düsturudur, düzdürmü? A kubu plus B kubunda müxtəsərə görə aça bilərik. A üstə gəl B cəmin kubudur. A-nın kvadratı minus AB plus B kvadratı. Üstə gəl B çıxar. Uşaqlar, bunu sadələşdirsən A kvadratı minus AB plus B kvadratı edərmi? Hansı ki, məxrəclə, surətlə ixtisar edəcək. Qaldı A plus B, üstə gəl B çıxar. A'lar islah gedər və qalar burada 2B deyə cavab. Elə bilirəm, bu da aydındır, çətin sual deyil. Gəldik nəyə? Gəldik 7-ci suala. 7-ci sual uşaqlar mürəkkəb kökalma düsturu deyilən düstur. Hansı ki, ikiqat radikal da deyirik biz buna. Əvvəla düsturu yazın. Mən sizə tanış gələcək bu. 2 kökaltı B çox işlək düsturdur. A plus minus 2 kökaltı B. Mürəkkəb kökalmada nə deyirdik? Hasili B olub, cəmi A olacaq ədədləri tap. Və o ədədlərdən plus minusla yazıram. Plusdursa plus, minusdursa minusun kvadratı. İndi baxın, deyəcəksiniz müəllim, bu nə sualdır? 7 də həmçinin buraxılış sualıdır. 6 plus 2 kök altında 5 minus 1 4 böl kök altında 5 çıx 1.
Uşaqlar, hasili 5 olub cəmi 6 olan ədədlərə nə deyərsiniz? Deyərsiniz ki, müəllim 5 ilə 1-dir də, düzdürmü? Hasili 5-dir, cəmi də 6-dır. 5 ilə 1-i tapdınız. İndi baxın, müəllim bunu belə yazmalıdır o zaman. Kök altında 5 topla 1-in kvadratı. Həqiqətən siz bu kvadratı açsanız, uşaqlar, bunu verəcək. Cəmin kvadratına görə açsanız. Nə verir? Digər tərəfə baxaq. Digər tərəfdə qoşmasına vurulmu? 5 plus 1-ə vursam, nə alınır bizdə? Kök altında 5 plus 1-i, kök altında 5 minus 1'e vursam, buradan çıxır kök altında 5 üstə gəl 1. Bu belə. Təbii ki, müsbətdir. Bu məxrəc 5 minus 1 deyə müxtəsər vurma düsturu deyilmi? Kvadratlar fərqi. Bu 4 edir, bu 4 ilə gedir. Uşaqlar, surətdə qaldı kökdə 5 plus 1. Lakin öndə mənfi işarə var. Əksinə dəyişəcəksiniz. Minus kökdə 5, bu da eləyəcək minus 1. Mötərəzəni açdıq, açanda mənfi 1'lər islah getdi, 5'lər islah getdi. Sualımızın cavabı 0 idi uşaqlar. Bu açıq test olaraq düşmüşdü testə. Bəli. Elə bilirəm ki, aydın buz düsturu da yaxşı. Baxın və nəticə çıxarmağa çalışın. Mürəkkəb kökalma 2 qat radikal. 8-ci sual. 8-ci sualda deyir ki, x plus 1 bölünsün 3 və minus x plus 4 bölünsün 2, o da bərabər x plus 7. Sualı belədir, tənliyi həll et. Çoxmu sayıdadır? Ortaq məxrəc nədir? 6. Tənliyin hər tərəfini 6'ya vururam. 6 ilə 3 getdi, qaldı 2. 2x üstə gəl 2. 6 ilə 2 getdi, qaldı 3. Minus 3x mənfi var. Mənfi 12. 6x üstə gəl 42. Keçirəm x-ları bir tərəfə. Mənfi x, mənfi x. Çıx 6x, ədədləri keçirək digər tərəfə. 42 üstə gəl 12, çıx 2. Mənfi 7x, 42'nin üstə 12 gələk. 54, 54'dən də 2 çıxaq. Bu da neçə verir? 52 verir. Bir də görə düz hesabladıq mı? Hə, uşaqlar, burada mən bir şeyi səhv götürmüşəm. Bu müsbət 4'dür. Deyil, mənfi 4'dür, onda bu müsbət 12 olacaq. Dəyişək cavab, onu görə tam ədəd çıxmır. Yoxsa cavablar tam ədəddir bildiyiniz kimi. Sınağı işləyənlər artıq sınaqla tanışdı. 42 çıx 12 minus 2. Bu belə. Deməli, mənfi 1, mənfi 7x. Mənfi 30 çıx 2. Bu da eləyəcək 28. X ilə bərabər neçə? Mənfi 4. Bu da oldu 8-ci sualımız. 9-cu sual uşaqlar. Trapesiya məsələsidir. Keçid eləyək 9'a. Mən sualları hansı ki bir videoda ayrı-ayrı yerləşdirəcəm. İstəyənlər oradan baxa bilər. Deyir ki, trapesiyada 9-cu sualda ortaq xətti 6 cm. Trapesiyanın ortaq xətti 6 cm-dir. Bura 6 cm. Ortaq xətt nədir? Yan tərəfləri yarıya bölən parça. Yan tərəfi 2 cm olan bərabər yanlı trapesiya. Hansı ki, uşaqlar, baxın, ortaq xətti yan tərəfləri 2'dir, bərabər yanlıdır, həmçinin bunun perimetrini istəyir. Mən ortaq xəttin nə olduğunu bilirəmsə, a plus b bölü 2'nin ortaq xətti olduğunu bilirik və bu 6'dır. O zaman a plus b nəyə bərabərdir? 12'ye. Gəlin perimetri hesablayaq. 12 üstə gəlinsin, 2 üstə gəl 2, 12'nin üstə 4 gələk, bu da eləyəcək 16. Bu da oldu 9-cu sual, perimetr məsələsi. Uşaqlar, gördüyünüz suallar qəbul suallarıdır, hansı ki, mən hər zaman dərs qruplarımda köhnə illərin qəbullarına istinad edirəm. Çünki onların təkrarən eyni sual, bənzər sualların hansı ki, istifadə olma şansı var deyə. Amma sınaq işləməkdən əlavə deyərdim ki, sınağın bilmədiklərimizin izahına qulaq asmaq çox önəmli bir faktordur. Çünki o sınağı işləməyiniz o zaman mənasız olar ki, artıq siz orada bilmədiklərinizi öyrənməyəsiniz. Bildikləriniz heç artıq vurursunuz. Bilmədiklərinizi hökman və hökman izahlardan baxın. 10-cu sualı bu arada mən yazdım. A plus C böl B. Baxın, oradan bunu istəyir. Uşaqlar, A-nın B-yə nisbəti nədir? 3'ün 5'ə nisbətidir. Bəs B-nin C-yə nisbəti nədir? 2'nin 7'yə nisbətidir. Və şagird görür ki, burada B-yə 5 dayanır qarşısında, burada B-də 2'dir. Bu ona bilməz təbii ki. Bəs nə etməlisiniz? Nə etməlisiniz? Təbii ki, götürüb bunları 2'yə vururam. 6 bölü 10. Bunları 5'ə vururam.
10 bölü 35. Artıq v'lər eynidir. Gətirib A-nın yerinə yazacaqsınız 6x. B-nin yerinə 5x. Yox, bağışlayın. B-nin yerinə 10x. C-nin yerinə yazdım uşaqlar. Yeni qiymətlərini yazıram. 35. 35-in üstü 6. Elədir 41. 41-i də 10-a böləndə x-lara aparın ixtisar 4,1. Keçid edirik uşaqlar. Növbəti qalan sualları PDF üzərində yazmağa.